Rusya Federasyası'nın vice-prezidenti Wallace James, Sierra Leone Federasyon vice-prezidenti Ali Badar Atalaylı ve Afgan İcraatçı vice-prezidenti Serhan Hacıyev mükafatlarla arasında iştirak edirler. Turnirin en yaxşı oyuncusu Elvin Cəfərquliyev seçilir. Tebrik edilir Elvin'i. UEFA Çempionlar Ligası'nda en yaxşı seçilmişti Elvin Cəfərquliyev Qarabağın heyətində. Həftənin en yaxşılarından biri olmuştu. Oyunun en yaxşısı seçilmişti Qarabağ'la. Ve FIFA seriyası 2026'nın da en yaxşı oyuncusu olur. Tebrik edilir Elvin'i bu fərdi mükafatına göre. İndi referlər mükafatlandırılacaklar. Rusya Federasyası'nın vice-prezidenti Wallace James vakti cevapları, diplomları təqdim edir. Onların ardınca 3. yerin sahibi Rusya komandası öz gümüş medallarını elde edecek. Rusya komandası gümüş medallarını ilgilenecek. İlk oyununa geçirdiler. Azerbaycan bilgisine karşı 1-6 hesabıyla məğlub oldular. Bakı qələbəmizi qazandı Kaynın oyunda. En büyük hesablı qələbəmiz idi. O oyunda Rusya'dan aşkar şekilde üstün olduğumuzu gösterdik. Oyunun hem ilk hissesinde hem de vazifelerle beraber ikinci hissede tam üstünlüğümüzü ortaya koydu. Finala layık olan tarafın biz olduğunu gösterdik. Final karşılaşmasında ise rakip Rusya'da daha ciddi, daha yaxşı hazırlanmış, daha yaxşı təşkilatlanmış komandaydı. Ve rakip Sierra Leone üzerinde de penaltilər seriyasına qalib gəldi. Halbuki taktik göstericilerde rakipler kat daha yaxşıydı. 90 dəqiqə ərzində rakibi məğlub etməyə layiq idi. Olsun, əsas olan qələbədir. Terk etmez esas olan tituldu. Milli komanda seviyesinde bak böyle yarışlara, böyle turnirlere, böyle turnir tecrübesine, elbette ki qələbələrə ihtiyacımız var. Ayhan Abbasov'la beraber aynı zamanda Afgan rəhbərliyi, Azerbaycan futboluyla yüreği dönen herkes Azerbaycan milli komandasının qələbəsini arzuluyor. Rəqibin kim olmasından asılı olmadan yalnız ve yalnız zəfər üçün yüreği döyünür. Belə də olmalıdır. Rusya futbolçuları gümüş medallarını oyunlarından astılar. Ve növbədə gümüş mükafat təqdim olunacaq. Gümüş medallar Sierra Leone komanda üzvlərinə veriləcək. Sierra Leone barədə də kısa fikirlərini səsləndirib. Həqiqətən də yaxşı komandadır. Həqiqətən də yaxşı oynamağı bacaran futbolçulardan təşkil olunub. Kim bilir, bəlkə də heyətdə olan oyuncuları biz gələcəkdə daha yaxşı kollektivlərdə, daha məşhur komandalarda görəcəyik. Cumaba tək olmayacaq top 5 ligada oynayan. Kısacası yaxşı komandanı məğlub elədik bugün. Layiqli komandaydı. FIFA seriyası finalına layık komandaydı. Sierra Leone. Dəqiqələr irəlilədikcə, vaxt keçdikcə bizim heyecanımız ona göre artır ki karşıda məhz futbolçularımızın mükafatlandırma mərasimi var. Azerbaycan milli komandası yaz toplanışı çərçivəsində FIFA seriyası maçları yayda yoxlama görüşləri devam edəcək. Ama resmi görüşler çerçevesinde bizi payızda Millətlər Liqası maçları gözlüyor. Orada da rəqiblərimiz ciddidir.
Qətiyyən həqqə almaq olmaz oradakı rəqiblərimizi. Bir liqasından C liqasına yükselmək üçün bir komandamızın bu yazda əldə etdiyi qələbələri davam edəcəyini düşünürəm. Bu yolda atılan addımlar çərçivəsində millimiz həqiqətən də o milli komanda ağırlığını, milli komanda yükünü çiğlərində daşıyarkən fəxr hissi ilə milyonları təmsil etdiyini görəcək, göstərəcək. Bəli, Sierra Leone komandası da öz gümüş medallarını boynundan astı. Çok az adam kalır, yalnız gençler heyeti ve texniki sonraki şəxslər, texniki şəxslər medallarına yer verəcək.